Bizim hamımızın içində uşaqlıqdan bəri yaranan və biz əgər fərqində olmasaq, bizi bəzən yoxuşlara sürükləyən bir xəyal var. Xəyal isə budur. Mən seçilmiş birisiyəm, mən özələm, hamıdan fərqliyəm və bir şahzadə var, hansı ki gələcək və bütün qadınların arasında məhz məni seçəcək. Bir qadın kimi biz çox zaman fərqində oluruq ki, bu insan bizim üçün yanlışdır. Amma şüur altında yatan o gizli istəyin fərqində olmadığımıza görə biz özümüzdən heç gözləmədiyimiz hərəkətlər edə bilirik. Dizide de Fadi psixoloquna deyir ki, ben aptal kadın değilim. Her şeyi anlıyordum ama bana yapmaz sandım. Yani ben bütün o birisi kadınlardan o kadar daha özəlim ki, ona etdiklərini bana etmez. Ben seçilmişim axı. Benimle beraber değişti sandım. Mən nə qədər fərqli birisiyəm ki, başqalarının edə bilmədiyini mən etdim. Biz birlikdə farklıyız sandım. Yəni yenə də başqalarının bacarmadığını mən bacardım. Rəfiqəsinə yazdığı məktubda isə deyir ki, mən bu həyatda ən çox Kenan Bey'in peri qızı olmayı sevdim. İnsan bile kendini uçurumun kenarından atabilir mi? Soruşdu Fadi psixoloqundan. Əlbəttə atabilir. Və heç bir şuur və məntiq insanı durdura bilmir, əgər daxilindəki bu prosesin fərqində deyilsən. Mən 9-cu sinifdə olanda bizdən 11-ci sinifdə olan bir oğlan var idi, hansı ki üçün bütün məktəbdəki qızlar ölürdü və təsəvvür edin ki, bu oğlan gəlir bizim yeni il partimizə, bütün sinif orada və qızların arasında rəqsə məni dəvət edir. O bizim məktəbin kralı idi və o gəlir məni seçir. Təsəvvür edirsiniz, mən necə hiss edirdim orada. Bu istək şuur altında o dərəcədə dominant və güclüdür ki, həyatımızda qoyduğun bütün başqa məqsədləri və mənəvi dəyərlərini tapdalayıb, silib keçə bilir. Əgər burada qısaca toxunduğum daxili prosesi daha geniş və detallı anlamaq istəyirsinizsə, profilimdə yerləşdiyim YouTube linkdən keçib Saxta Cənnət adlı videonu izləyə bilərsiniz.